Salam dostlar, MHM Tədris Mərkəzinin riyaziyyat test toplusunun yeni nəşrindən trigonometrik tənliklər mövzusunun 7-ci testinin sualları ilə gəlin tanış olaq. Sualda deyilir ki, kosinus 28 pi çıxaq 15x bölünsün 4 bərabərdir 3 üzərində kök altında x tənliyini həll edin. Əvvəlcə gəlin bərabərin sol tərəfinə diqqət edirək. Mötərizənin içindəki 28 pi olan deməli həddi biz bu şəkildə yazaq. 14 vurulsun 2 pi və davamı da 15x çıxaq 15x bölünsün 4 bərabərdir 3 üzərində kök altında x. İndi biz bilirik ki, artıq 2 pi varsa da biz bunu bir 2 pi çıxaq alfa kimi başa düşə bilərik və 14 də 2 pi'nin tam misli olduğuna görə bu 14 demək ki 14 dəfə çevrənin başına dolanılıbdır. Yəni yenə eyni bir yerə gəlib çıxılıbdır. Onda biz yazarıq kosinus 2 pi çıxılsın 15x bölünsün 4 bərabərdir 3 üzəri kök altında x. Bu isə çevirmə düsturuna əsasən kosinus 15x bölünsün 4 verər. Bərabərdir 3 üzərində kök altında x. Deməli, indi baxırıq. Deyirik ki, bizim əlimizdə kosinus 15x bölünsün 4 ifadəsi var və bunun qiymətlər çoxluğu -1, 1 deməli parçatıdır. Bəs 3 üzəri kök altında x-də bu x'in, yəni daha doğrusu 3'ün ala biləcəyi qiymət nədir? Yəni bu 3 kök altında x funksiyasının ala biləcəyi qiymət 0'ı ala bilmir və 0'dan müsbət sonsuzluğa qədər getməlidir. Onda biz bu ikisini kəsişdirsək, qiymətlər çoxluğunu alarıq nə? 0'ı ala bilmərik, amma 1'i ala bilərik. 1'i almaq üçün də x'ə nə vermək lazımdır? X'ə 0 vermək lazımdır. X'ə 0 verdikdə alırıq kosinus 0, yəni 15 vur 0 bölünsün 4 0'dır. Kosinus 0. Kosinus 0'da 1 alır və 3 üzəri kök altında 0. Deməli 1 bərabərdir 1 bərabərdir 1 ifadəsi doğru olduğu üçün deməli x'ə biz nə verdik? X'ə biz verdik 0. Və birinci sualın doğru cavabı oldu B bəndi. İkinci suala baxaq. İkinci sualda deyilir ki, verilmiş bu tənliyi həll edin. Yazaq 10 kosinus kvadratı x çıxılsın 5 sinus 2x bərabərdir 4. Nətər yazırıq? Yazırıq 10 vurulsun. Kosinus kvadratı x çıxaq. Sinus 2x'i 2 sinus x kosinus x şəklində yazıb 5'ə vursaq olar 10 sinus x kosinus x bərabərdir 4. Hər tərəf gəlin əvvəlcə 2'yə bölək. Onda alarıq 5 kosinus kvadratı x çıxılsın 5 sinus x kosinus x bərabərdir 2. İndi nə edirik? Hər tərəfi kosinus kvadratı x-ə bölürük. Onda 5 vurulsun kosinus kvadratı x bölünsün kosinus kvadratı x çıxılsın 5 sinus x kosinus x bölünsün kosinus kvadratı x. O da bərabərdir 2 bölünsün kosinus kvadratı x. Buradan kosinus kvadratı x'lər ixtisar gedir. İkinci kəsirdə məxrəcdəki kvadratla sürətdəki kosinusun biri ixtisar gedir. Və nə alınır? 5 çıxılsın 5 tangens x bərabərdir 2 vuraq. Baxın, buradakı 2 bölünsün kosinus kvadratı x'i gəlin yazaq. 2 vurulsun 1 bölünsün kosinus kvadratı x. Və 1 bölünsün kosinus kvadratı x də bizə 1 üstə gələk tangens kvadratı x'i verir. Beləliklə belə bir tənlik almış olduq. Gəlin bərabərin sağ tərəfindəki ifadəni birinci yazaq. Yazaq 2 üstə gələk 2 tangens kvadratı x bərabərdir 5 çıxılsın 5 tangens x. Buradan 2 tangens kvadratı x mənfi 5 tangens x bərabərliyin sonuna keçdikdə müsbət 5 tangens x, 2'dən də 5 çıxdıqda mənfi 3. Deməli, biz bu trigonometrik tənliyi kvadratik formada olan tənliyi həll edək. Burada vuruqlara ayıra da bilərik. Vuruqlara ayırdıqda yazırıq 2 tangens x çıxılsın 1 vurulsun tangens x üstə gəlinsin 3. O da bərabərdir 0. Buradan 2 tangens x çıxaq 1 0'a bərabər olmalıdır. Və yaxud tangens x üstə gələk 3 bərabərdir 0 olmalıdır. Birinci hal üçün tangens x bərabərdir 2'də 1. İkinci tənlik üçün isə tangens x bərabərdir mənfi 3 almış olarıq. Birinci halda x1 bərabərdir arc tangens 2'də 1 üstə gələk pn. İkinci halda isə x2 bərabərdir mənfi arc tangens 3 üstə gələk pika şəklində bir cavab aldıq. Niyə mənfi arc tangens 3 yazdıq? Çünki arc tangens tək funksiya olduğuna görə mənfini qabağa çıxardır. Deməli, birinci üçün arc tangens 2'də 1 üstə gələk pn. İkinci halda isə mənfi arc tangens 3 üstə gələk pika və doğru cavab olar A bəndi. Sonra üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, verilmiş bu tənliyi həll edin. Yazaq 1 üstə gələk sinus 2 sinus x kosinus x üstə gələk mötərizə 2 vurulsun mötərizədə sinus x üstə gələk kosinus x bərabərdir 0. İndi baxaq.
2 sinüs x kosinüs x bize sinüs 2x verir. Sinüs 2x. Bəs görəsən 1 üstə gələk sinüs 2x nəyin açılışıdır? O sinüs x üstə gələk kosinüs x'in mötərizəsi kvadratının açılışıdır. Üstə gələk 2 vurulsun. Sinüs x üstə gələk kosinüs x bərabərdir 0 almış olarıq. İndi biz sinüs x üstə gələk kosinüs x'i ortaq vuruq çıxartsaq, mötərizədə qalır sinüs x üstə gələk kosinüs x üstə gələk 2 bərabərdir 0. Buradan ya sinüs x üstə gələk kosinüs x 0'a bərabər olmalıdır, ya da ki sinüs x üstə gələk kosinüs x mənfi 2'yə bərabər olmalı ki, mötərizənin cavabı da 0 eləsin. İndi nə edirik? Biz deməli deyirik ki, bu ifadənin mənfi 2'yə bərabər olması üçün hər biri gərək mənfi 1 qiymətini almış olsun. Çünki onlar da eyni zamanda mənfi 1 ala bilmir. Deməli, bu tənliyimizin həlli yoxdur. İndi gəlin bu soldakı tənliyə baxaq. Burada mənfi kosinüs x bərabərdir sinüs x almış olarıq. Hər tərəfi də kosinüs x-ə bölmək şərtindən alırıq. Tangens x bərabərdir mənfi 1. Əlbəttə ki, burada kosinüs x 0'a bərabər ola bilməz. Belə tangens x bərabərdir mənfi 1 alırıq və x də bərabərdir mənfi pi bölək 4 üstə gələk pi k şəklində bir cavab olar. Və doğru cavab da olar D bəndi. İndi dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, bu tənliyi həll edin. Yazaq. Tangens x, birinci gəlin nömrəsini yazaq. Tangens x üstə gələk 1 bərabərdir 2 sinus 3 pi bölək 2 üstə gələk 2x. Dərhal yazırıq. Tangens x üstə gələk 1 bərabərdir 2 vurulsun. Baxın, sinus 3 pi bölək 2 üstə gələk 2x bu çevirmə düsturudur və bizə verir nə? Mənfi kosinus 2x'i verir. Beləliklə, tangens x üstə gələk 1 bərabərdir mənfi 2 kosinus 2x almış olarıq. Buradan da tangens x üstə gələk 1 bərabərdir mənfi 2 vurulsun. Kosinus 2x'in tangensdən olan ifadəsi belədir. 1 çıxaq tangens kvadratı x bölək 1 üstə gələk tangens kvadratı x. Buradan soldakı ifadəni sağdakı ifadəni bağışlayın. Bərabərlik sağındakı ifadəni sola keçirə bilərik. Beləliklə tangens x üstə gələk 1 üstə gələk 2 vurulsun. Sürətdəki 1 çıxaq tangens x-i 1 çıxaq tangens kvadratı x-i 1 çıxılsın tangens x vurulsun 1 üstə gələk tangens x şəklində yaza bilərik. Məxrəc olduğu kimi qalır. Burada deməli buradan da 1 tangens x üstə gələk 1'i biz ortaq vuruq çıxartsaq, onlar nə? 1 üstə gələk 2 vurulsun, 1 çıxılsın tangens x bölək 1 üstə gələk tangens kvadratı x bərabərdir 0 almış olar. Buradan biz nə edirik? Kəsir biraz uzun çəkdim. Baxın, burada bu şəkildə olmalı. Deməli, tangens x üstə gələk 1 bərabərdir 0 ola bilər. Buradan da tangens x bərabərdir mənfi 1 almış olarıq. O halda x də bərabərdir mənfi pi bölü 4 üstə gələk pi k cavabı olar. Yəni doğru cavab olar E bəndi. Bəs görəsən ikinci tənliyib mötərizə barəsində nə demək olar? Əgər siz burada 1 üstə gələk tangens kvadratı x ortaq məxrəc götürüb həll eləsəz, kəsirin sürətində bir dənə kvadrat tənliyi alırsınız. Amma kvadrat tənliyin diskriminantı 0-dan kiçik olasıdır deyən onun kökü olmur. Ona görə mən onu yazmadım ki, uzun getməsin. 5-ci suala baxaq. 2 vurulsun arc sinus x-in mötərizəsi kvadratı çıxaq arc sinus x çıxaq 1 bərabərdir 0. Gəlin bu bərabərliyin sol tərəfindəki kvadrat üçədlini vuruqlara ayıraq. 2 arc sinus x deməli üstə gələk 1 vurulsun arc sinus çıxılsın arc sinus x çıxılsın 1 bərabərdir 0. Birinci mötərizədən alırıq arc sinus x bərabərdir mənfi 2-də 1. İkinci mötərizədən isə arc sinus x bərabərdir 1 cavabını almış olaq. Bizdən isə tənliyin kiçik kökünü tapmaq tələb olunur. Deməli, arc sinus x bərabərdir mənfi 2-də 1 isə x bərabərdir mənfi pi bölünsün 6'dır. İkinci halda isə x bərabərdir pi bölünsün 2'dir. Bunların yox, bağışlayın, burada yanlışa yol verdim. Deməli, buradan biz x'i tapmaq istəsək hər iki tərəfi sinuslamalıyıq. Onda olur sinus birinci üçün arc sinus x bərabərdir sinus mənfi 2'də 1 və buradan da sinusdan arc sinus ixtisar getsə x bərabərdir sinus mənfi 2'də 1, amma sinus tək funksiya olduğuna görə mənfi qabağa çıxır. Deməli, x bərabərdir mənfi sinus 2'də 1 alırıq. İkinci hal üçün isə arc sinus x bərabərdir 1'dir. Hər iki tərəfi sinuslasaq sinus arc sinus x bərabərdir sinus 1. Buradan da sinus arc sinus getsə x bərabərdir sinus 1 almış olarıq. Bunların içində də kiçik kök B bəndi, yəni mənfi sinus 2'də 1 olar. Sonra 6-cı ifadəyə baxaq. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, arc tangens kvadratı
x çıxılsın 4 pi bölünsün 3 vurulsun arctangens x üstə gələk pi kvadratı bölə 3 bərabərdir 0. Tənliyini həll edin. İndi biz neyiniyək? Arctangens x-ə 1 t desək, onda bizim tənliyimiz olur. T kvadratı çıxaq, 4 pi bölək 3 vurulsun t üstə gələk pi kvadratı bölünsün 3 bərabərdir 0. Buradan diskriminant tapsaq, mənfi 4 pi bölək 3'ün kvadratı çıxaq, 4 vurulsun 1 vurulsun pi kvadratı bölünsün 3. Burada diskriminant da bərabərdir. 9'da 16 pi kvadratı çıxaq, 4 pi kvadratı bölək 3. O da bərabərdir. 9'da 4 pi kvadratı almış olarıq. Beləliklə, T1 bərabərdir. Kəsirin sürətində 4 pi bölək 3, üstə gələk 2 pi bölək 3 bölünsün 2. Vurulsun 1, o da bərabərdir. Sürətdə alırıq. Deməli 3'də 6 pi bölünsün 2, o da bərabərdir pi. Sonra ikinci tənliyə baxaq. T2 kökə baxaq. T2 bərabərdir. 4 pi bölək 3 çıxaq, 2 pi bölünsün 3 bölünsün 2, o da bərabərdir. Burada nə almış oluruq? Alırıq. Deməli 2 pi bölünsün 3 bölünsün 2, bu da bərabərdir pi bölünsün 3. Deməli arctangens x bərabərdir. Bizdə verməlidir pi bölək 3 və yaxud da ki arctangens x bizə verməlidir pi. İndi bu tənliyi həll etmək lazımdır. Bu tənliyi həll edəndə deyirik ki arctangens x bərabərdir pi bölü 3-sə də onda hər iki tərəfi tangens desək x bərabərdir arctangens bağışlayın x bərabərdir. Çünki tangens desək arctangensdən tangens bir-birini aparır. X bərabərdir. Tangens pi bölünsün 3 almış olarıq ki onun da cevabı kök altında 3 vermiş olar. İkinci halda ise tangens desək x bərabərdir tangens pi almış olarıq. Tangens pi'də də 0 verir ki o da bizim deməli cavabımızda yoxdur. Çünki burada hər ikisi 0 alsa, çünki arctangens x'in yerinə pi qoysaq pi kvadratı çıxır. Bu deməli ama bizə ədəd lazımdır. X'in qiyməti 0 qiyməti yoxdur deyən biz B bəndini, yəni müsbət kök altında 3'ü götürməliyik. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyilir ki arkosinus x kvadratı bərabərdir pi bölünsün 3. Bu tənliyi biz nə eləməliyik? Həll eləməliyik. İndi gəlin baxaq. Hər iki tərəfi kosinuslasaq, kosinus arkosinus x kvadratı bərabərdir kosinus pi bölünsün 3. İndi kosinusdan arkosinus ixtisar getsə, qalır x kvadratı bərabərdir kosinus pi bölə 3'ün qiyməti bizdə 2'də 1'dir. Buradan da biz x'i tapsaq, plus minus 1 bölünsün kök altında 2, yəni plus minus kök altında 2 bölünsün 2 almış olarıq ki, doğru cavab da E bəndi olar. Sonra 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, verilmiş bu tənliyi həll edin. Verilmiş tənliyi həll edin. Deməli yazırıq ki, arkosinus kök altında x bərabərdir 2. Bu tənliyi həll eləməliyik. Baxın, arkosinus x funksiyasını deyək ki, bizə bir y bərabərdir arkosinus kök altında x deyilən bir funksiya verilir. Bu funksiyanın qiymətlər çoxluğu mənfi 1, daha doğrusu təyin oblastı mənfi 1, 1'dir. Qiymətlər çoxluğu isə 0 pi arasıdır. Düzdürmü? 0 pi arasıdır. Onda deyə bilərsiniz ki, məsələn, pi 3,14 isə 2 3,14-dən kiçikdir. Onda biz bunu həll eləyək getsin. Bunun üçün nə edirsiniz? Hər iki tərəfi kosinuslayırsınız. Kosinus arkosinus kök altında x bərabərdir kosinus 2. Sonra nə edirsiniz? Buradan kosinusları ixtisar aparsaz, onda kosinus arkosinus gedər və qalır kök altında x bərabərdir kosinus 2. Buradan da baxaq indi. Kök altında x bərabərdir. Kosinus bu 2 radian deməkdir. Kosinus bu təxminən 114 dərəcə deyək ki, eləyir. 2 radian çevirsə 114 dərəcə. Bu ikinci rübə düşür. İkinci rübdə isə kosinus mənfi aldığına görə kök altında x-dən yəni mənfi ola bilməz də. Sıfırdan böyük bərabər olmalıdır. Ona görə artıq bu tənliyin həlli olmur. Yəni boş çoxluq olur və doğru cavab da bizə verir D bəndi. Sonra növbəti suala baxaq. 9-cu sualda deyilir ki, deməli arkosinus bu dəfə x kvadratı bərabərdir 2 pi bölünsün 3'dür. İndi bunu həll eləmək lazımdır. Görək burada biz nə ala bilərik. Yenə hər iki tərəfi kosinuslasaq, kosinus arkosinus x kvadratı bərabərdir kosinus 2 pi bölək 3. Buradan
arc kosinus bir-birini aparır. Qalır x kvadratı bərabərdir. Kosinus 2 pi bölü 3. Yəni kosinus 120 dərəcə. Orada da alırıq -2-də 1. Burada əslində qalsa x kvadratı bərabərdir -2-dən biz x-ə heç bir həqiqi qiymət ala bilmirik və doğru cavab olur. Yenə boş çoxluq. 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, verilmiş bu tənliyi deməli həll edin. Yenə burada nədir? Arc sinus kvadratı kök altında x bərabərdir 2-dir. Hər tərəfdən kök alsaq, alarıq arc sinus kök altında x bərabərdir. Kök altda 2. Hər iki tərəfi biz sinuslasaq, sinus arc sinus x deməli kök altında x bərabərdir. Sinus kök altında 2. Burada sinusla arc sinus bir-birini aparır. Qalır kök altında x bərabərdir. Sinus kök altında 2. X-i də tapsaq hər tərəfi kvadrata yüksəldirik və alırıq x bərabərdir sinus kvadratı kök altında 2 və doğru cavab da olar D bəndi. Sonra 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, verilmiş bu tənliyi həll edin. Yaxşı yazaq. Arc kosinus kök altında x bərabərdir pi bölünsün 3. Biz buradan hər iki tərəfi kosinuslasaq, kosinus arc kosinus kök altında x bərabərdir kosinus pi bölünsün 3. Burada kosinus arc kosinus bir-birini aparır. Qalır kök altında x bərabərdir. Kosinus pi bölü 3-də alır 2-də 1 və x də bərabərdir 1 bölünsün 4 almış olarıq ki, doğru cavab A bəndi edər. Sonra 12-ci suala baxaq. 12-ci sualda da deyilir ki, arc sinus kök altında x bərabərdir pi bölünsün 3-dür. Hər iki tərəfdən sinuslasaq, sinus arc sinus kökün altında x bərabərdir sinus pi bölünsün 3. Sinus arc sinus bir-birini aparır. Kök altında x bərabərdir. Sinus pi bölü 3-də alır. Kök altında 3 bölünsün 2 və x də bərabərdir 3 bölünsün 4 almış olarıq ki, doğru cavab da D bəndi olar. 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, verilmiş tənliyi həll edin. Yaxşı yazaq. Arc kosinus x bərabərdir arc sinus x. İndi baxın, belə bir şey düşünə bilərsiniz ki, yəni əgər arc kosinus arc sinusa bərabərsə, deməli onda sinus hansı bucaqda kosinusa bərabərdir? Deyə bilərsiniz ki, 45 dərəcə. Onda nə alır? Kök altı, deməli, kök altında 2 bölünsün 2 şəklində yaza bilərsiniz. Ya da 1 bölünsün kök altında 2. Bunu indi nə cür hesablamalıyıq? Nə edirik? Hər iki tərəfə, məsələn, mən əlavə edirəm arc sinus x-i. Onda yazıram arc kosinus x tökülü arc sinus x bərabərdir. Sağ tərəfdə olur onda 2 arc sinus x. Buradan sol tərəfdə bizə verir pi bölü 2. Onda 2 arc sinus x bərabərdir pi bölü 2-dirsə, onda biz nə almış olarıq? Arc sinus x bərabərdir pi bölünsün 4. İndi fikirləşirik ki, pi bölü 4-ü nə zaman alırdıq? Daha doğrusu arc sinus x bərabər pi bölü 4-sə də x bərabərdir nə olmalıdır? 1 bölünsün 2. Yəni hər iki tərəfi sinuslasaq, sinus arc sinus bir-birini aparır, yerdə qalır x, x də bərabər sağ tərəfdə sinus pi bölü 4. Onda isə biz sinus pi bölü 4-də 1 bölünsün kök altında 2 cavabını almış oluruq ki, doğru cavab da A bəndi edər. 14-cü sualda da yenə eyni qayda ilə edirik. İndi baxaq. 2 arc sinus x üstə gələ 3 arc kosinus x bərabərdir pi-dir. İndi biz hər iki tərəfə arc sinus x əlavə eləsək, sol tərəfdə 3 dənə arc sinus x üstə gələ 3 ədəd arc kosinus x bərabərdir pi üstə gələ bir dənə olmalıdır arc sinus x. İndi mən 3-ü sol tərəfdə ortaq vuruq çıxartsam, mötərizə içində qalır arc sinus x üstə gələk arc kosinus x bərabərdir pi üstə gələk arc sinus x. Arc sinus x-dən arc kosinus x-in cəmi bizə verir pi bölünsün 2. Onda alırıq 3 pi bölü 2 bərabərdir. Pi üstə gələk arc sinus x. Buradan da arc sinus x bərabərdir. Pi bölünsün 2 almış olarıq. Hər iki tərəfi sinuslasaq, sinus mötərizə içində arc sinus x bərabərdir. Sinus pi bölünsün 2. Sinus arc sinus bir-birini aparır. Qalır x bərabərdir sinus pi bölü 2. Sinus pi bölü 2-də isə 1 alır və doğru cavab da olar C bəndi. 15-ci sualda eyni oxşar sualdır. 15-ci sualda yazırıq ki, deməli 4 arc tangens x üstə gələk 8 arc kotangens x bərabərdir 3 pi. Gəlin biz 4-ü ortaq vuruq çıxardaq sol tərəfdə. Onda alırıq arc tangens x üstə gələk 2 arc kotangens x bərabərdir 3 pi.
Buradan arktangens x üste gelek 2 ark kotangens x beraberdir 3 pi bölü 4. Gelin her iki tarafa arktangens x'i əlavə eləyək. Onda sol tarafta 2 arktangens x üste gelek 2 ark kotangens x beraberdir 3 pi bölək 4 üstə gələk ark deməli tangens x. İndi baxın. Biz nə edirik? Buradan sol tərəfdən 2-ni ortaq vurub çıxarsam ark tangens x üstə gələk ark kotangens x bərabərdir 3 pi bölünsün 4 üstə gələk ark tangens x. İndi baxın ark tangens x'dən ark kotangens x'in cəmi pi bölü 2'dir. Onda 2 vurulsun pi bölünsün 2 bərabərdir 3 pi bölünsün 4 üstə gələk ark tangens x almış olaraq. Beləliklə ark tangens x bərabərdir. 2'lər ixtisar getsə pi'dən 3 pi bölü 4 çıxdıqda qalır pi bölü 4. Hər tərəfə də tangens desək x bərabərdir. Tangens pi bölü 4 almış olarıq ki, onun da cavabı 1'ə bərabərdir və doğru cavab da E bəndi olar. Sonra 16-cı suala baxaq. 16-cı sualda da eyni qayda ilə indi gəlin birbaşa yazaq. Sol tərəfdə baxırsınızmı? 3 ark tangensdir. Sonra 4 ark kotangensdir. Onda biz yazaq ki 4 ark tangens 2x üstə gələk 4 ark kotangens 2x bərabərdir. Sağ tərəfdə olur 5 pi bölü 3. İndi baxın. Sol tərəfdə 3 ark tangens x-dir. Mən özümdən bir dənə ark tangens x əlavə elədim. Onda deməli eyni əməliyyatı sağ tərəfdə də aparmalıyım. Yəni sağa da bir dənə ark tangens 2x əlavə etməliyim. Onda nə almış olarıq? Baxın 4'ü ortaq vuruq çıxartsaq sol tərəfdə 4 vurulsun mötərizə içində ark tangens 2x üstə gələk ark kotangens 2x bərabərdir 5 pi bölünsün 3 üstə gələk ark tangens 2x. İndi biz bilirik ki ark tangenslə ark kotangensin cəmi bizə pi bölünsün 2 verir. Beləliklə nə yazırıq? 4 vurulsun pi bölünsün 2 bərabərdir 5 pi bölünsün 3 üstə gələk ark tangens 2x. Beləliklə 4'dən 2 ixtisar getdikdə qalır 2 pi. 2 pi'dən çıxırıq 5 pi bölünsün 3. O da bərabərdir ark tangens 2x almış olarıq. Beləliklə ark tangens 2x bərabərdir 3'də nə almış olaram? Pi almış olaram. Bəs görəsən bundan 2x'i nə cür tapa bilərik? Yəni hər tərəfi tangensləsək, tangensdən ark tangens bir-birini aparar. 2x bərabərdir. Biz tangens pi bölünsün 3 almış olarıq. 2x bərabərdir. Tangens pi bölü 3'də alır kök altında 3. Və buradan da x'i tapdıqda x bərabərdir. Kök altında 3 bölünsün 2 almış olarıq ki, doğru cavab da D bəndi edər. 17-ci sualda bunun eynisidir. 17-ci sualda da oxşar suallarda belə deyim. 17-ci sualda yenə mən baxın 3'ü ortaq vuruq çıxardıram əvvəlcə. Mötərizə içində qalır ark sinus 4x üstə gələk 2 ark kosinus 4x bərabərdir 4 pi almış olarıq. Hər tərəfi 3'ə bölsək onda olur ark sinus 4x üstə gələk 2 ark kosinus 4x bərabərdir 4 pi bölünsün 3 almış olarıq. İndi baxın. Burada ark sinus 4x'dir. Amma sonra 2 ark kosinus x gəlir. Ona görə mən yazaram 2 ark sinus 4x üstə gələk 2 ark kosinus 4x və sonra nə edərəm? Yəni səlqəsiz oldu. Ark kosinus 4x bərabərdir 4 pi bölü 3. İndi nə etdim? Mən sol tərəfə bir dənə ark sinus 4x əlavə elədim. Onda bərabərlik sağına da mən bir dənə ark sinus 4x'i əlavə eləməliyəm. İndi 2'ni ortaq vuruq çıxartsam mötərizə içində ark sinus 4x üstə gələk ark kosinus 4x bərabərdir 4 pi bölünsün 3 üstə gələk ark sinus 4x almış olarıq. İndi ark sinus 4x'dən ark kosinus 4x'in cəmi nə qədər verir bizə? Pi bölü 2 verir. Onda 2 vurulsun pi bölü 2 bərabərdir. 4 pi bölü 3 üstə gələk ark sinus 4x almış olarıq. İndi 2'lər ixtisar getsə pi'dən də 4 pi bölü 3 çıxdıqda qalır mənfi pi bölünsün 3. O da bərabərdir. Deməli ark sinus 4x'ə. Beləliklə hər tərəfi sinuslasaq, sinusdan ark sinus bir-birini aparır. 4x bərabərdir mənfi sinus pi bölünsün 3 almış olarıq. Buradan da 4x bərabərdir mənfi sinus pi bölü 3'də də alınır kök altı 3 bölünsün 2. Deyəndə bu təminin həlli a olarsa, yəni x'in yerinə a qoymaq lazımdır. 4a bərabərdir mənfi kök altı 3 bölünsün 2. Buradan 8a bərabərdir mənfi kök altı 3 alarıq. Beləliklə 8a üstə gələk 2 ifadəsinin qiyməti isə 2 çıxılsın kök altı 3'ə bərabər olar ki, doğru cavab da B bəndi.
18-ci suala baxaq. 18-ci sualda deyilir ki, bu tənliyi həll edin. Baxın, gəlin yazaq. Kosinus mötərizədə pi kosinus x, bu səliqə ilə yazaq. Çıxılsın sinus mötərizədə pi kosinus x bərabərdir 1. Nə edirik indi? Gəlin diqqət yetirək bu ifadəyə. Əvvəlcə buradan mənfini ortaq vuruq çıxardaq. Mənfi sinus mötərizə içində nə qalır? Pi kosinus x çıxılsın kosinus pi kosinus x bərabərdir 1. İndi hər tərəfi mənfi 1-ə bölsək, alarıq indi sinus pi kosinus x çıxaq kosinus pi kosinus x, o da bərabərdir mənfi 1. İndi sol tərəf bizə açılışı verir. Kök altında 2 vurulsun. Sinus nəyin açılışını verir? Pi kosinus x çıxaq pi bölək 4-ün. O da bərabərdir nəyə? Mənfi 1-ə. Buradan sinus pi kosinus x, gəlin bunu da hər ehtimala qarşı bir mötərizə yazaq ki, qarşılıqlı yaranmasın. Çıx pi böl 4 bərabərdir. Mənfi 1 bölünsün kök altında 2. Bu artıq ümumi bir həldir. Yazırıq pi kosinus x çıxaq pi böl 4 bərabərdir. Nə olmalıdır? Mənfi 1 üzəri k üstə gələk 1. Sağ tərəf mənfi olduğuna görə vuraq pi bölünsün 4 üstə gələk pi k. Buradan da pi kosinus x bərabərdir. Mənfi pi böl 4'ü sağa keçirsəm olur müsbət pi böl 4. Onda pi böl 4'ü ortaq vuruq çıxarsa mənfi 1 üzəri k üstə gələk 1 üstə gələk 1 üstə gələk pi k almış olarıq. İndi bu tərəfdən də piləri hamısından ixtisar aparsaq qalır nə? Kosinus x bərabərdir 4'də 1 vuraq. Mənfi 1 üzəri k üstə gələk 1 üstə gələk 1 üstə gələk k. İndi qaldı belə bir şey. İndi burada kosinus x nə olmalıdır? Mənfi 1 ilə 1'in arasında bir qiymət almalıdır. Düzdür? Mənfi 1 ilə müsbət 1'in arasında bir qiymət almalıdır. Əgər mən k-ya mənfi 1 versəm, onda nə almış olaram? Kosinus x bərabərdir 4'də 1 vuraq. Mənfi 1 üzəri 0. Çünki mənfi 1 üstə 1 gəndə 0 alırıq. Üstə gələk 1, üstə gələk mənfi 1. İndi görək nə alırıq? Mənfi 1 üstə 0 bizə verir 1. 1 üstə 1, 2. 4'də 1'ə vurdum, 2'də 1. 2'də 1'dən də mənfi 1 çıxdım, qaldı mənfi 2'də 1. Bu bizim birinci həllimiz. Yəni kosinus x mənfi 2'də 1'ə bərabər olmalıdır. Sonra k-ya 0 veririk. K-ya 0 verəndə 0 üstə 1 gələndə 1. Mənfi 1 üstə 1 müsbət 1. Mənfi 1, 1 ilə mənfi 1 getdi. Mötərizənin isə tamamilə yoxa çıxdı və kosinus x bərabərdir. K-nın da yerinə 0 qoymuşuq və 0 aldıq. Sonra k-ya 1 versək, k-ya 1 verdikdə görək nə alırıq? K-ya 1 verdikdə 1'in üstə 1 gəndə 2, mənfi 1 üstə 2 müsbət 1, 1 də üstə gəldikdə 2, 4'də 1'i 2'yə vurduqda 2'də 1 və onun da üzərinə 1 əlavə edikdə elədi 2'də 3. Yəni 2'də 3'ə bərabər ola bilməz. Kosinus x 2'də 3'ə bərabər ola bilmir. Burada 2 dənə deməli kök almış olduq. İndi bir də biz nə edirik? K-ya veririk, məsələn, k-ya verək neçə? K-ya verək biz mənfi 1 verdik. K-ya biz verək mənfi 2. K-ya mənfi 2 verəndə onda kosinus x bərabərdir. Deməli 4'də 1 vuraq. Mənfi 1 üzəri mənfi 2 üstə gələk 1 üstə gələk 1 çıxaq 2. İndi baxaq. Görək burada nə cür həll edə bilərik. İndi burada əgər mənfi 2 üstə gələk 1'ə baxsaq, mənfi 1 edir. Mənfi 1 üstə mənfi 1, mənfi 1 üstə də 1 gəldikdə 0, 0, 4'də 1 də 0'a vurduğunda 0, mənfi 2'də çıxdı, qaldı mənfi 2. Yəni kosinus x bərabərdir mənfi 2'də 1. Daha doğrusu mənfi 2. Deməli, indi mən 2 dənə tənlik almışam və o tənlikləri həll eləməliyəm. Yəni, biri mənfi 2'də 1 üçün olan, bir də 0 üçün olan. Çünki, baxın, k-nın artıq istəyir müsbət 1'dən böyük, müsbət 1 və ondan böyük tam qiymətlər olsun və ya mənfi 2 və ondan kiçik tam qiymətlər olsun. Heç birində artıq kosinus x tənliyinin həlli olmur. Çünki kosinus x funksiyası mənfi 1 parsasında təyin olunur. İndi biz bu iki xüsusi talı həll eləməliyik. Deməli, əgər kosinus x bərabərdir 0-dırsa, onda x bərabərdir 0'ı nə vaxt alırıq? Pi bölü 2 üstə gələk pi k-da. Pi bölü 2 üstə gələk pi k burada 4 variantda gedir. Bu ola bilər. Bir də kosinus x bərabərdir. Mənfi 2'də 1 alırıq. Buradan da x bərabərdir. Plus minus. Mötərizədə pi çıxılsın. Kosinus 2'də 1'i artıq mənfisini yox müsbətini götürür. Kosinus 2'də 1'i alır. Pi bölünsün 3'də. Üstə bir də gəldi 2 pi k. Beləliklə x də bərabərdir. Plus minus 2 pi bölünsün 3. Üstə gələk 2 pi k almış olarıq. Deməli burada bizim tənliklərimizin həlləri. Plus minus 2 pi bölü 3 üstə gələk 2 pi k və pi bölü 2 üstə gələk pi k və doğru cavab da edər A bəndi. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, belə bir tənlik var və bunu həll edin. İndi nə edək?
İndi belə bir şey, əvvəl gəlin belə bir eynilik yazaq. Arctangens x ilə arckotangens x-in cəmi bizə pi bölünsün 2 verir. Gəlin onda biz nə edəyik? Buradan arckotangens x-i tapsaq, alarıq pi bölək 2, çıxaq arctangens x. İndi nə edirəm? Yazıram arctangens kvadratı x üstə gələk 4 vurulsun, pi bölək 2 çıxılsın arctangens x-in mötərizöz kvadratı. Çünki arckotangens x-in yerinə biz pi bölək 2 çıxaq arctangens x yazdıq. O da bərabərdir 5 bölünsün 16 vurulsun pi'nin kvadratına. Onda nə alırıq? Arctangens kvadratı x üstə gələk 4 vurulsun. Mötərizənin kvadrata yüksəlsək, onda olur pi kvadratı böl 4 çıxaq pi vurulsun arctangens x üstə gələk deməli arctangens kvadratı x bərabərdir 5 pi kvadratı bölünsün 16. İndi nə aldıq? Arctangens kvadratı x üstə gələk 4 pi kvadratı böl 4'ə vurduqda pi kvadratı çıxaq 4 pi vuraq arctangens x üstə gələk 4 arctangens kvadratı x o da bərabərdir 5 pi kvadratı bölünsün 16. İndi mən nə edirəm? Hər dəfə indi arctangens x yazmağın əvəzinə mən arctangens x-ə bir t desəm onda ifadə nə olur? T kvadratı üstə gələk pi kvadratı çıxaq 4 pi vurulsun t üstə gələk 4 t kvadratı bərabərdir 5 pi kvadratı bölünsün 16'dır. Beləliklə 5 t kvadratı çıxılsın 4 pi t deməli 5 pi kvadratı bölək 16'ını da sola keçirsəm pi kvadratından çıxartsam müsbət pi kvadratı bölək 16 almış olaram. O da bərabərdir 0. Gəlin buradan diskriminantı hesablayaq. Diskriminant bərabərdir mənfi 4 pi'nin kvadratı. Deməli çıxılsın 4 vurulsun a, yəni 5 vurulsun c, yəni pi kvadratı bölək 16. Beləliklə diskriminant bərabərdir 16 pi kvadratı çıxaq, 4'dən də 16 ixtisar getdi, qaldı 4'də 5 pi'nin kvadratı, o da bərabərdir. Burada aldıq neçə? Görək burada harca səhv eləmədik ki, bir dəqiqə. Bəli, burada səhv eləmişəm. Pi kvadratından 16'da 5 pi kvadratını çıxanda qalır 16'da 11 pi kvadratı. Baxın burada bir dənə artıq yanlışlıq görünəyə gətirib çıxartdı. 16 pi kvadrat 16'da 11 pi kvadratı. 16'da 11 pi kvadratı. Burada da hesablasaq alarıq neçə? Deməli 4'də 5'də 55 pi'nin kvadratı. O da bərabərdir. Ortaq məxrəcdə 4'dür. Sadələşdirsək 64'dən 55 çıxdıqda qalır 4'də 9 pi'nin kvadratı. Beləliklə T1 bərabərdir. Bir dəfə müsbət 4 pi üstə gələk. Kökdən müsbət çıxır. 4 pi üstə gələk. 2'də 3 pi bölünsün. 2 vurulsun a. Yəni 2 vurulsun 5. Burada da alırıq. 2'də 11 pi bölək. Buradan da 10. Beləliklə alıram 20'də 11 pi. Bu bizim birinci həllimiz. Bir də ikinci həlli eləmək lazımdır. İkinci həlli yazmaq lazımdır. İkinci həldə nə cür olur? T2 də bərabərdir. 4 pi çıxaq 2'də 3 pi bölünsün 2 vurulsun deməli 5'e. O da bərabərdir. 2'də 5 pi sürətdə alınır. 2 vurulsun 5'də məxrəcdə 5'lər də ixtisar gedir və alırıq pi bölünsün 4. Deməli indi burada biz həll etməliyik. Buradan biz pi bölək 4 qiymətini ilə yoxlaya bilərik. Çünki arctangens x bərabərdir pi bölü 4'dən biz dəqiq bir cavab alırıq. X də bərabərdir 1 almış olarıq ki, bizim doğru cavabımız D bəndə ilə ikincini həll eləməyə ehtiyac yoxdur. Sonra bir də 20-ci suala baxaq. 20-ci sualla da testi biz bitiririk. Deməli, belə bir ifadə verilir və bunu tapmaq bizdən həllini tapmaq tələb olunur. Gəlin belə bir şey yazaq. Sinus kvadratı x-in əvəzinə yazaq. 1 çıxılsın kosinus 2x bölü 2. Çıxaq 5 vurulsun. Kosinus kvadratı x-in əvəzinə 1 üstə gələk kosinus 2x bölünsün 2. Üstə gələk 1 bərabərdir. Sinus 2x çıxaq 2 kosinus 2x. Buradan da hər tərəfi 2'yə vursaq. 1 çıxaq kosinus 2x çıxaq 5 vurulsun. 1 üstə gələk kosinus 2x üstə gələk 2'yə vurmuşuq. 1'i 2'yə vuranda 2. 2'yə vururuq sinus 2x. Çıxaq 2'yə vururuq 4 kosinus 2x. Burada sadələşmə aparsaq 1 çıxılsın kosinus 2x. Çıxaq 5 kosinus 2x. Üstə gələk 2 bərabərdir. 2 sinus 2x çıxaq 4 kosinus 2x. İndi baxaq nə edirik? Mənfi kosinus 2x, mənfi 5 kosinus 2x sağa keçirdən də olur müsbət 6 kosinus 2x, 4 kosinus 2x də çıxanda qalır müsbət 2 kosinus 2x.
Üstə gələk 2 sinus 2x, o da bərabərdir. Baxın, 1-in üstə 2 gəldikdə 3, 5 də çıxdıqda -2. Hər tərəfi də 2-yə bölsək, kosinus 2x üstə gələk sinus 2x bərabərdir. -1 almış olarıq. Buranı da düstur şəklində açsaq, kök altda 2 vurulsun. Deməli, sinus mötərizədə 2x üstə gələk pi bölək 4 bərabərdir -1. Yenə sinus 2x üstə gələk pi bölək 4 bərabərdir -1 bölünsün kök altda 2. Bu bir artıq yenə ümumi həldir. 2x üstə gələk pi bölünsün 4 bərabərdir. -1 üzəri artıq mənfi olduğu üçün k üstə gələk 1 yazırıq. Vuraq. 2-də 1-i pi bölək 4'də alır sinus. Üstə gələk bir də pi k. Buradan da 2x bərabərdir. Pi bölək 4'ü sağa keçirdən də mənfi olur. Pi bölək 4'ü ortaq vurub çıxardıram. Olur mötərizənin içində -1 üzəri k üstə gələk 1 çıxaq 1. Üstə gələk bir də pi k. Buradan da x'i tapsaq 2'yə bölərik. Pi bölünsün 8 vuraq. -1 üzəri k üstə gələk 1 çıxaq 1. Üstə gələk pi k bölünsün 2 almış olarıq. İndi biz burada həlləri tapmaq istəyirik. K'ya birinci 0 verək. K'ya 0 verdikdə görək nə alırıq. Deməli, mötərizənin içində -1 üstə 0 üstə gələk 1 elədi -1 üstə 1, yəni -1. -1 də burada elədi -2. X bərabər deməli pi bölünsün 8 vuraq -2. Üstə gələk pi vurulsun 0 bölünsün 2. Buradan da aldıq -pi bölünsün 4. -pi bölək 4 ilə bağlı bir dənə cavabımız artıq var. O da C bəndində. Bir də E bəndində. İndi 2 dənəsindən biri olmalıdır. İndi K'ya bir də gəlin cüt qiymət verək. Çünki tək qiymət verdikdə başqa bir şey alacaq. Cüt qiymətlə gedək. X bərabərdir. İndi baxın, mötərizənin sonunda -2 verir. O da olur pi bölünsün 8 vuraq -2. Üstə gələk deməli pi vurulsun 2 bölünsün 2. Baxın, bu hissələr getsə yenə -pi bölü 4 üstə gələk bir dəfə pi almış oluruq. Yəni hər dəfə bir pi qədər artım baş verəsidir. Ona görə mənim doğru cavabım bu hissədə olmalıdır. Nə? Başlayayım, burada en yazdım. Pi bölü 4 üstə gələk pi n şəklində. Bu deməkdir ki, artıq E bəndi ola bilməz, ancaq C bəndi qalır. İndi bir də K'nın tək qiyməti üçün yoxlayaq və digər həlli. Yəni pi bölü 2 üstə gələk pi n-i alaq. Onda K bərabərdir 1 olsa, X bərabər deməli pi bölünsün 8 vuraq -1 üzəri K'nın yerinə 1 qoyduqda 1 üstə 1 gəndə 2 çıxılsın 1. Üstə gəlinsin pi vuraq 1 bölü 2. İndi baxın, -1'in kvadratı müsbət 1, 1'dən 1 çıxanda 0. Pi bölü 8 vurulsun 0, 0 elədi. Yerdə qaldı pi bölünsün 2. Birinci cavab pi bölü 2'dir. İndi K'nın yerinə 3 qiymətini verdikdə yenə mötərizənin 0 eləyir və biz alırıq 3 vurulsun pi bölünsün 2. Çünki pi k bölü 2 idi. Bu isə deməkdir ki, pi bölü 2 üstə gələk pi. Bu deməkdir ki, onda mənim ümumi həllim pi bölünsün 2 üstə gələk pi n şəklində olmalıdır ki, doğru cavabdır. C bəndi edir. Beləliklə biz 7-ci testin də suallarına baxdıq. Ümid edirəm ki, həllərdə heç bir səhvə yol verməmişəm. Amma əgər hər hansı bir səhvlə rastlaşarsınızsa, videonun şərh bölməsində qeyd edə bilərsiniz. Biraz səhətimlə bağlı, bundan əvvəlki videoda dediyim kimi narahatlıq var deyən fikrimi tam toparlaya bilmirəm. Fikrimdə tutduğum şey, bir də görürsünüz ki, başqa bir şey olur və başqa bir şey yazıram. Buna görə də bu kiçik səhvlərə görə də hər birinizdən əvvəlcədən üzr istəyirəm. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.